Suallardan biri belədir. Hörmətli Elvin bəy, uşaq pulunun əvəzinə az təminatlı ailələrə sosial yardımı verilməsi praktikasını doğru hesab edirsinizmi? Demək, uşaq pulunun verilməsi əvəzinə. Zaten uşaq pulu ölkədə verilmir, bunu bilirsiniz. Var. Bəli, başa düşdüm mən sualı. Təşəkkür edirəm işləmədəniz. Ünvanlı sosial yardım Azərbaycanda tez-tez bu iddialar səslənir ki, məsələn, irad bildiriləndə nədən uşaq pulları verilmir? Uşağın yəni fundamental hüququdur, universal hüququdur. Nədən verilmir? Deyirlər ki, əvəzində ünvanlı sosial yardım verilir. Halbuki bunlar tamam fərqli kateqoriyalardır. Məsələn, uşaq pulu universal hüquq. Amma ünvanlı sosial yardım sırf ehtiyac meyarı üzərindən təyin olunan bir sosial təminat mexanizmidir. Məsələn, orada artıq ünvanlı sosial yardımda şərtlər var, yoxlama var. Halbuki uşaq pulunda bu yoxdur. Hətta bu cür iddialar var ki, məsələn, uşaq pulunun ləğv olunub, ünvanlı sosial yardımla əvəz olunmasının səbəblərindən elə ən başlıcası burada manipulyasiyaya yer qalmaqdır. Yəni, şərtlər olduğu üçün, bəli, bir növ dövlət öz üzərindən bu maddi yükü azaldır və burada manipulyasiya üçün şərtlər var. Kimin evində bir maşını varsa, 2 inəyi varsa, 3 torpağı varsa, torpağın içində 2 dənə alma ağacı varsa, burada şərtlər çox olduğuna görə bu şərtlərlə oynayaraq lazımi olan dairələr müəyyən insanlara bu maddi yardımları verə bilərlər, müəyyən insanlara verməyə bilərlər. Və bu maddi yardımlar da müəyyən dövr ərzində keçərli olur. 6 ay, 9 ay, 1 il, hətta bir neçə ay ərzində keçərli olduğu vaxt da olur. Onu hər dəfə gəlib yoxlamadan keçirilməlidir ki, bəlkə bu 6 ay ərzində bu adamın maddi vəziyyətində nəsə bir dəyişiklik olub evdə. Ancaq uşaq pullarda bu formada davam eləmir. Yəni aydın məsələdir ki, 16-18 yaşına kimi bu adam uşaq pulu almalıdır. Ən azından bizim yaşadığımız Avropada bu belədir və digər sivil ölkələrdə. Bu Azərbaycanda dəfələrlə dediyim kimi, biri universal hüquqdur, digəri isə ehtiyac meyarı üzərindən həyata keçirilən bir sosial təminat mexanizmidir. Bunlar bir-birini əvəz edə bilməz. Optimal variant nədir? Hər ikisi olsun. Yəni, ünvanlı sosial yardım da az təminatlı ailələr üçün vacib bir təminat növüdür. Uşaq pulu da ki, yəni uşaq pulu istisnasızdır. Bu, fundamental uşağın mənafeyini təmin etmək üçün, uşağın gələcəkdə ləyaqətli, azad, belə bərabər hüquqlu bir vətəndaş kimi cəmiyyətdə öz yerini tapması üçün, inkişaf etməsi üçün uşaq pulları istisnasız şəkildə bütün uşaqlara verilməlidir. Ünvanlı sosial yardım da verilməlidir, əlbəttə ki, verilməlidir. Amma yenə deyirəm, şərtləri daha şəffaf olmalıdır. O yoxlama prosedurları daha real olmalıdır. Çünki mən nümunədə, yəni mən sizi inandırım, məsələn, mən Lənkəran'da nümunəni götürürəm. İnanırsınız, insanlar sosial yardım almaq üçün əməli başlı öz abır-həyasını ortaya qoymalı olur. Yəni, həqiqətən də ehtiyaclı bir ailə olduğunu sübuta yetirmək üçün, vətəndaş olduğunu sübuta yetirmək üçün öz abır-həyasını ortaya qoymalı olur. Gedib qurumlarda inanırsınız, bir haykü salır, yəni bunları eləməsə verməyəcəklər onlar. Ancaq yəni, yolu budur. Təsəvvür edirsiniz yəni. O qədər yəni manipulyasiya üçün orada elementlər var. Birinə deyirlər, məsələn, sənin torpağın var, əmlak, payvəli torpağından söhbət edir də. Sənin torpağın var, sənə sosial yardım düşmür. Digəri gedir, yoxdur, məsələn, payvəli torpağı deyirlər, sənin torpağın olmadığı üçün sənə sosial yardım düşmür. Hələ üstəlik bu insanların deməli pay torpaqları var. Bu torpaqlar əkilə bilər, biçilə bilər. Sual ondadır ki, bu torpaqları əkib biçməyin özü-özlüyündə bir maddi resurs istəyir və texniki resurslar lazım olur. Hətta vətəndaşda bunun özü belə yoxdur. Məsələn üçün, bunun gübrə məsələsi var, bunun suvarma məsələsi var, məhsulun biçilmə məsələsi var, onun bağlanıb göndərilmə, satışa çıxarılma məsələsi var. Yəni bu torpaqdan heç bir gəlir əldə olunmur və yaxud da bu növbəti 2 ildə o qədər əkilib bezərilib ki, dəmiyyəyə qoyulur torpaq. Bütün bunlara baxmayaraq, birbaşa əgər adında hər hansı bir torpaq varsa və yəni onlara belə bir növ xalq arasında desək, atqaz olunur. Əvvəla onu deyim ki, yəni torpaq olanda da verirlər, olmayanda da müavinət ayrılmır, bu yerində. İndi siz deyən məsələyə biz torpaqdan nə dərəcədə səmərəli bu kəndi istifadə edə bilir, buna həqiqətən şəraiti varmı?
O bir başqa bir məsələdir. Məsələn, bir ailə o vaxtda torpaqlar məsələn payvəli kimi paylananda 90-cı illərdə oldu da bu proses, səhv eləmirəmsə 90-cı illərin sonlarında. O vaxtda torpaqlar paylanılarda əhaliyə, ailələrdəki o üzvlərin sayına görə torpaqlar. Ailə başçısının adına akt təqdim olunurdu və orada hər bir ailə üzvünün payı olurdu. İndi bu vətəndaş tutaq ki, ərə gedib, başqa bir təsərrüfata köçüb, oğlan da ola bilər, oğul uşağı da ola bilər, qız uşağı da ola bilər. Onun indi günahı nədir ki, bunun atasının adına bir akt var, torpaq var orada. Onun da orada 3 sot, 3 sot, belə 4 sot torpağı var. O həmin torpaqla nə edə bilər ki, yəni aktı əlində deyil. Həmin o torpaq üzərində bir real şəkildə bir hüququ yoxdur həmin torpaq üzərində. O həmin torpağı necə istifadə edə bilər? Kağız üzərində olması yetərlidir. Dövlətin imtina verməsi bu məsələdə kağız üzərində bu şəxslərin, bu dövlət həmin torpaqlar üzərində haqqının olması yetər ki, bunlara imtina verilsin. Amma halbuki bu adam 16-18 yaşında ailə evində, atasının evində yaşadığı vaxtı bu adamın torpağı olub orada adına. İndi bu adam Lerikdən Astara rayonundan misal olaraq deyirəm, bu həm kişiyə, həm qadına aid ola bilər. Biz qadından misal götürsək, bu adamlar məsələn üçün ailə qurublar və gəlin köçüblər. Ata evində pay torpağı var. Yoldaş bir şey yoxdur, yaşamağa imkanı yoxdur, ancaq ata evində adı olduğuna görə imtina gəlir ona. Hələ bu kiçik. Bəli. Bu bir detal idi. Yəni məsələn digər nümunələr var. Məsələn girirlər evə, evində nə bilim kişi ayaqqabısı var. Yəni insanların ləyaqətini alçaldırlar. Təsəvvür edirsiniz. Evində kişi ayaqqabısı var. Nə bilim kişi pencəyi var. Sənin insanların şkafında nə işin var sənin? Yəni nə kimi paltarı var? Bəlkə birinin məsələn evinə bir qonaq gəlib. Vay halına kəmini o yoxlama ərəfəsində evə bir qonaq gəlibsə. Yəni bu deməkdir ki, sən məlumatları bizdən gizlətmisən. Bu evdə bir başqası. İndi vətəndaş sübut etməlidir ki, bu insan burada qohumdur. Gəlib də qonaq gəlib, qohumdur.